Kalsium və süd vəzi xərçəngi. Bir-birinə uyğun gəlməyən iki məsələ haqqında sizə məlumat verəcəm. Bu sizə qəribə gələ bilər. Kalsium duzlarının süd vəzi xərçəngində nə əhəmiyyəti var? Təbii ki, əhəmiyyəti böyükdür. Süd vəzi xərçəngi birdən-birə yaranmır. Süd vəzi xərçənginin əmələ gəlməsi üçün minimum 2 ildən maksimum 12 ilə qədər vaxt lazımdır. Bunu təqribi aralıq olaraq qeyd etmək istərdim. Və bu müddət ərzində siz vaxtaşırı həkim müayinəsində olsanız, süd vəzi xərçəngini biz vaxtında aşkar edə bilərik. Bəs kalsiumun bu məsələdə nə əhəmiyyəti vardır? Süd vəzində əgər müəyyən bir sahədə müəyyən dövrdən sonra kalsium duzları toplanmağa başlayırsa, orada kalsinatlar meydana gəlməyə başlayır. Yəni kirəcləşmə müəyyən olunur. Kirəcləşmə böyük ölçülü ola bilər, yəni makrokalsinatlar müşahidə oluna bilər. Mikrokalsinatlar, yəni kiçik ölçülü kalsinatlar, eləcə də qarışıq forma, yəni həm böyük, həm də kiçik ölçülü kalsinatlardan, yəni bir yerə toplanmış kalsium duzlarından ibarət olan sahələr müşahidə oluna bilər. Bəs bunlardan hansı təhlükəlidir? Bunlardan təhlükəsizin birinci növbədə qeyd edeyim ki, makrokalsinatlardan ibarət olan sahəni təhlükəsiz bir sahə olaraq qeyd edirik. Əgər mikrokalsinatlar və eləcə də qarışıq formalı, yəni həm makro, həm də mikro ölçülü kalsinatlardan ibarət sahə varsa, bu zaman həmin pasiyentə həkimi tərəfindən həm biopsiya məsləhət görülə bilər, həm də uzun müddətli müşahidə təyin oluna bilər. Ona görə də əziz və dəyərli izləyicilərim, həkim müayinəsində olmağı unutmuruq. Çünki vaxtında qoyulan diaqnoz həm də tam sağlam həyat tərzi, tam sağlam yaşamaq deməkdir.